Salam əziz, dəyərli izləyicilər. Bugün sizə əkizlər bürcünü təqdim edirəm. Bax, çox işləriniz olacaq bu həftə. Xərcləriniz çıxacaq. Dövlət dairəsində işiniz ola bilər. Sevgi həyatınız yavaş-yavaş yaxşıya doğru gedə biləcək. Kiçik məsələlərlə rastlaşa bilərsiniz. 3 məsələni, yəni birilərini düzüb qoşacaqsınız bir işinizi. Biriləri də elə bir ki, birilərinin də elə bir ağzını tutaraq elə bir ona qarşı təsir edə biləcəksiniz. Sizə qarşı əngəl olmaq istəyənlər var. Adında Z, L, N hərfi birilərlə yola gedə bilərsiniz. Yəni danışaraq görüşüb bir yola çıxa bilərsiniz. Gözəl, təmiz bir xəbər gələ biləcək sizə. Ev işlərinizlə biraz yorula bilərsiniz. 4-cü günü bəzi xərcləriniz çıxa bilər. Bir də get-gəllik ola bilər. Çox, yəni qaça-qovda ola bilərsiniz. Evli olan biriləri biraz anlaşmamazlıq ailədə ola bilər. Askıda olan işlərinizi aydınlaşdıracaqsınız. S hərfi planlarınızı rahat edəcəksiniz. Maddiyyatla bəzi məsələləriniz ola biləcək. İşlə əlaqəli güvəndə hiss etməyə biləcəksiniz, hiss edəcəksiniz. Kiçik qarışıqlıqlar ola bilər. Bir yerə getmək istəyirsiniz, amma gedim getməyim arasında düşünərək qalacaqsınız. Qərar verə bilmirsiniz. Yəni qərar verə bilmədiyiniz bəzi məsələlər həftə ortasına qərar verərək çözəcəksiniz. Sağlıqla əlaqəli bax, biraz narahatçılığınız, həkimə getməyə, yəni bəziləriniz elə bir həkimdən qaçırsınızmı, ya həkimə gedib gəlməyə biraz tənbəllik mi edirsiniz, istəmirsinizmi getmək? Biraz içinizdə vəsvəsə, qorxular var, qərarlı olacaqsınız getməyə. Artıq yəni xəstəxana yoluna gedib gələcəksiniz. Bir təhsilə qatılacaqsınız. Yaşadığınız həyatda bəzi problemlər, bəzi sınaqlar, hətta təhsillə olan əngəllər ortadan qalxacaq. İstədiyin kimi bütün bəzi məsələlər gerçəkləşəcək. Sınaqdan keçə biləcəksiniz. Ağlınızı qarışdıran bəzi məsələləri çözəcəksiniz. Yeni başlanğıc edirsiniz. Özünüzü elə bir kəşf etməyinizi fərq edəcəksiniz. Uzun zamandır düşündüyüm bir qərar. Xeyirli bir qərar ola biləcək. Məhkəməniz varsa da məhkəməni siz qazanacaqsınız. Öz istədiyin kimi olacaq, dediyin olacaq əzizlərim. Haqq etdiyinizə çatacaqsınız. Elə bir ki, bu aralar insanların elə bir zehnini oxuyursunuz və ya duyursunuz içinizdəki, qarşınızdakı nə edir, yəni nə hiss edir. Mesajlara gələn bir mesajlara çox diqqət edin. Sosial mediada paylaşmalarınıza çox, yəni bəzi paylaşmalar çox önəmli olaraq yenə də diqqət edin. Bir şeyləri başlayıb bitirə biləcəksiniz. Danışıqlar, mesajlar, hətta bəzi bilgilər öyrənmək istəyəcəksiniz. Yaşından asılı olmayaraq bilgilər öyrənmək istəyəcəksiniz. Bu həftə uğurlu xəbərləriniz ola bilər, hədiyyələriniz ola biləcək. Bəzi ətrafınızda olan insanlarla rahatlaşacaqsınız. Onlar sizin yanınızda olmaqla əlaqəli biraz dərindən nəfəs ala bilərsiniz. İşlə əlaqəli, sənətlə əlaqəli bir əsəbləşə bilərsiniz birilərinə. Bir hərbiçi mi, hüquqşünasçı mı və ya karyeranla da ola bilər, paqonlu birilərinin aranızda görülən bir işin narazılığı ola bilər. Amma ilahi tərəfdən qorunacaqsınız. Çətin vaxtlarınız yavaş-yavaş keçib gedəcək. Bir qadın, bəlkə də həyat yoldaşını, bəlkə də sevdiyindir bir kişinin bəzi işlərlə əlaqəli əsəbləşə bilərsiniz. Bəlkə də aranızda bir məsafə var. Biraz sənət işinə çətinliklər ola bilər və ya çətinliklə sənəti əlinizə ala bilərsiniz. Bir şirkətlə anlaşma edəcəksiniz, sevinəcəksiniz. Keçmişdə bir imza atmışsınız və ya bir imza atmalı ola biləcəksiniz keçmiş məsələlərlə əlaqəli.
Ya qardaşınızdırmı, ya bacınızdırmı, ailə içindən biriləri bir məsələ ilə əlaqəli aranızda bir incilik var və ya qardaşınızın və ya sizin özü dolduruşa gəlmisiniz. Bir-birinizə qarşı incilik, bir-birinizə qarşı kin, küdrət yaratmısınız. Amma əlbəttə ki, bu olmaz. Əzizim, insan Rəhman Rəhim bağışlayan Allahdır. Yəni siz də bağışlamağı bacarmalısınız əzizim. Heç kimin dolduruşuna gəlməyin, heç kimin, yəni bir qansınız, bir cansınız, bir ananın övladlarısınızsa əgər, əlbəttə ki, kənardakı insanlara qulaq asmamalısınız. Ancaq öz zehninizlə, beyninizlə düşünməlisiniz əzizlərim. Yəni burada elə bir hər kəs öz xətasını başa düşəcək, gec də olsa, hər öz xətasını biləcək. Kiminlə nə hiss etdiyinizin şahidi olacaqsınız özünüz üçün. Gözəl seçim edirsiniz. Elə bir burada ikiləmdə qala bilərsiniz, amma bu ikiləmdən əlavə gözəl bir seçim edirsiniz. Bu seçimin arasında da özünüzə düşmən qazana bilərsiniz. Düzdür, seçimləri gerçəkləşdirdiniz. Əminliklə addımlar attınız, amma bir düşmən qazandınız. Düzdür, düşmən heç nə etə bilməsə də, amma oyaq olmalısınız əlbəttə ki. Uzaq bir ölkəyə tələsirsiniz getməyə. Ya maddiyyat mı danışıb birilərinlə maddiyyat mı uzadıb verirsiniz. Yəni yanlış insanlarla görüşürsünüz elə bir. Doğru insanlar deyil. Bəlkə də sizə doğru bir sənət də vermirlər. Bəlkə də sənədlərinizi verirsiniz. Bəlkə maddiyyat da, pul da verirsiniz. Amma fərqində deyilsiniz. Amma bunların elə bir fərqində olacaqsınız. Bir aldanma, aldadılma var. Ona görə ayıq olun əzizlərim. Oyanacaqsınız, oyanırsınız. Çünki verdiyiniz pul geri almaya bilərsiniz. Uzaq bir yerdən xəbər gələcək. Gələn xəbərə də üzünüz gülə biləcək. Üzünüz də gülərək dərindən nəfəs ala biləcəksiniz. Başarılı olacaqsınız. Texnoloji alətlərə biraz diqqət edin. Evdə bir əşyanız, bir alətiniz pozula bilər. İnternetdən bir iş mi görürsünüz? Yəni internetlə əlaqəli işlər görürsünüz. Sizin dəstəyiniz də çoxdur. Çox irəliyə doğru gedirsiniz, yüksəkliyə doğru gedirsiniz. Yüksəlişə doğru gedirsiniz. Sizi sevənlər, güvənli insanlar ətrafınızda. Biriləriniz elə bir o qədər bu işdə yoruldunuz ki, o qədər dediniz, yəni yoruldunuz, fikirləşirdiniz ki, bu işdən çıxaram, gedərəm. Bir işdən çıxma ola bilər. Özünüz çox yoruldunuz, azad olmaq istəyirsiniz. Sənədləri təslim edərək, yəni imza atmaq üçün bəzi problem yaşana bilər, düzdür. Lakin dürüst olsanız, dürüst gedərək bütün işləriniz, təzminatı da işdən ala bilərsiniz. Eyni yerdə qalırsınız, eyni qabağa gedə bilmirsiniz, çox çətinlikləriniz var. Ortada nə əngəldir belə, onu öyrənmək istəyəcəksiniz. Bəzən ruhunuz daralır. Ailə içindəki olan bəzi məsələlər, bəlkə də valideynin sıxıntısı, özünün sıxıntısı, özünlə əlaqədar sıxıntıları sizinlə bölüşə bilər. Bəzi xəyallarınız gerçəkləşəcək. Çevrəndən birisi, ya dostunundur, ya rəfiqən bir təklifi ilə sizə tərəf gələcək. Birilərindən ayrıldınız, mübahisələr, siz haqlı çıxdınız, unuda bilmədiyiniz, yarım qalan sevginiz. Biriləri sizi barışdırmaq istəyə biləcək, amma onu istəmirsiniz. İçinizdə bağlayıb saxladığınız gizli bir sevginiz də var. Çoxdan borc vermişsiniz birilərinə, o borc qayıda bilər sizə bu həftə. Bir yerə köçürsünüz, rəsmi yerlə əlaqəli mücadilələr edə bilərsiniz. Çox işləriniz ola biləcək, xərcləriniz ola biləcək, dövlət dairəsində işləriniz olacaq. Etdiyiniz səhvlərdən bir peşman olacaqsınız. Yəni, hətta dərs alaraq güclənəcəksiniz, təcrübəli olacaqsınız. Hətta burada L hərfi, T hərfi də bəzi işləriniz, bəzi sıxıntılarınız, bəlkə də heysllənirsiniz də bəzi məsələlərə görə. Bunları hamısı yavaş-yavaş həll edərək hədəfinizə doğru gedəcəksiniz. Səbr edin. Bəzi əməklərinizdən vaz keçməyəcəksiniz. Yəni, zaman olub ki, özünüzdən belə vaz keçdiklərini, işlərinin var ki, vaz keçmişsiniz. Artıq öz karyeranızdan, təhsillə mi,
Yəni düşünərək ki, deyirsiniz, niyə vaz keçməliyəm ki mən, niyə? Gözəl addımlar atacaqsınız. İşlə əlaqəli bir təklif gələ bilər sizə. Sinirlənə də bilərsiniz. İşdə biriləri ayağınızın altın çəkdiyini biləcəksiniz. Birilərlə görüşürsünüz. Çox güclü biriləri sizə yardımı ola bilər. Təmiz niyyətində olduğunu görəcəksiniz qarşı tərəfin. Sizin də təmiz niyyətinizi görərək sizə əl uzadacaqlar. Xəyallarınız var. Amma çalışın xəyallarınızı heç kimə anlatmayın. Bir köçmə ola biləcək. Getdiyiniz evə fərəhlənəcəksiniz. Zehniniz biraz dağınıq ola bilər. Yer dəyişiklik gözəl gəlir siz üçün. Qeyd edilən bir yerə gedirsiniz, təklif, dəvət olunursunuz. Sizi gözləyən biriləri var. Gözü yolda olan birisi var, sizi gözləyir. Bütün çətinliklərdən keçdiniz. O qədər sustunuz ki, artıq səsinizi çıxaracaqsınız. Haqq etdiyiniz maddiyyat mı bugün gələr, sabah gələr, gözləyirsiniz, zamanla gələr, çox gözləyirsiniz. O əlinizə gələ biləcək, sıxıntılarınız gedəcək. Hərdən bir boşluqda qalmış kimi hiss edirsiniz özünüzü. Bəzinizin ödəmələri var, ödəmədə eləyəcəksiniz. Havada duran bəzi məsələlər və ya əlinizə gələn maddiyyat bir askıda qalıb, o maddiyyatınız gələ bilər. Keçmişə aid ödəmələriniz ola biləcək. Həftə sonu əlinizə alacağınız ola biləcək. İşlə əlaqəli gözlədiyiniz bəzi şeylər olaraq bir aktivlik gələcək sizə. Bir yolu getmək istəyirsiniz, o yolu getməyəcəksiniz, iptal edəcəksiniz. Yəni o yola getməyəcəksiniz, vaz keçəcəksiniz o yoldan. Bəziləriniz bax ziyarətgahı çoxdandır, bəlkə də arzusundaydınız ki, o ziyarətgaha gedəsiniz, ziyarətgahı İnşallah ki, bax o ziyarətgaha gedəcəksiniz. Yəni sevinç gözyaşları görsənir ki, o ziyarətgahla əlaqəli sevinç gözyaşlarınız ola biləcək. Bax, ayın axırına 27-sinə deyim ki, bollu, bərəkətli günləriniz gələcək. Yəni ümidinizi qırmayın. Verilən sözlər, alınan xəbərlər, keçmişdən qalan bəzi problemlər çox oldu həyatınızda. Ailə şəraitindən və ya dostlarınızla hər bir sıxıntılar, nə sıxıntılar varsa da, nə sıxıntılar qalmışdırsa artıq o sıxıntıların qalmamağını istəyərək, yəni yollarınızı təmizləyirsiniz, əlinizdən gələni edirsiniz, dualara bağlanırsınız, zikirlər deyirsiniz bəziniz. Dövlət qapısında işləmələriniz varsa da daha da yaxşısını edəcəksiniz. Sevgi həyatınızda bəzi peşmançılıqlar var, uşaqlarınızla bəzi sıxıntılar var, bəzilərinizin xeyirli ola biləcək, narahat olmayın. Tək olan əkizlər, həyatınıza bir yenisi gələcək, yəni həyatına salmadan öncə araşdırma edin, yəni səmimi olub olmadığını yoxlayın əzizim. Uzaq şəhərlə, başqa ölkə ilə işləriniz ola bilər. Təmkinli, ağıllı olaraq artıq güvənəcəksiniz qarşınızdakına. İstifadəçi deyilsiniz, yeni fürsətlər gələcək qarşınıza. Çalışın, bax, sağlığınızı boşa verirsiniz. Check-up'dan çıxın əzizim, yoxlayın. Müayinələrdən çıxın əzizim. Bax, iyunun ilk həftəsində, yəni mayın axırına, iyunun əvvəllərinə çətin bir açılım ola bilər sizlər üçün. Bu açılımı da yaxşı dəyərləndirin, çalışın. Əzimli, çalışqan, bacarıqlısınız, güclüsünüz. Hər şeyin öhdəsindən gələ bilirsiniz. Çalışın, bax, siz əkizlər, biraz maddiyyatla sıxıntılar bəzinizdə var, amma bəzilərinizinki maddiyyatla da işləriniz gedir. İstədiyin zinəti alırsan, istədiyin evə əşyanı alırsan, gözəl həyat yaşayırsınız, amma sağlığınıza baxmırsınız. Ona görə sağlığınıza fikir verin. Bəzinizdə maddiyyatla, maddi mənəvi sıxıntınız olduğuna görə qarışqa duasını, qarınca duası yazılır çox vaxt, elə birdən YouTube'da yazsanız, ya internetdə yazsanız, qarınca duası yazılır orada, amma qarışqa duasıdır. Onu evdə bir həftə arxa-barxaya evinizdə oxutdurun. Ondan sonra evdə üzərik yandırın, dəfnə yarpağı yandırın. Ondan sonra deyim sizə ki, darçın çubuğunu yandırıb tüstüsünü evə verin əzizlərim. Mixeyi yandırın, tüstüsünü evə verin.
Sağlığınıza diqqət edin. Bax, fincanın hər tərəfində sağlığınızla əlaqəli özünüzə baxın. Mədə, bağırsaqla, öd. Bax, bunlar bir problem, anidən qalxa bilər problemləriniz. Bir də siqaret çəkirsinizsə, kişilərə məxsus, yəni qadın çıxmadı burada. Qadınlar da çəkir, bilirsiniz bəziləri. Amma yaxşı deyil, əzizim. Yenə hər kəs çəkə bilər, öz şəxsi işidir. Yəni sağlığınıza ziyan vurursunuz. Ağciyər problemləri ola bilər, bronxlarınızda problem ola bilər. Ona görə bax, problemlərinizə fikir verin. Çünki ciyərinizdə vaxtı ikən bəlkə daha çaxsa ağciyərinizdə soğuq dəymə olub, bəlkə də pnevmoniya keçirmisiniz. Amma üstələnə bilər, yəni özünüzə fikir verin. Bəzi infeksiyalar, yayılıcı infeksiyalar ola bilər ki, övladınız da tuta bilər, həkim müraciətinə gediş-gəlişiniz ola biləcək. Bacarıqlı olacaqsınız, hər şeyin ötəsindən gələ biləcəksiniz. Sevgi həyatınızda sevdiyiniz insan sizi qıra bilər və ya siz qarşınızdakini qıra bilərsiniz. Özünüzə dəyər verin. Yollarınız yavaş-yavaş açılır. Bir sənətdir, bir kağızdır gözləyirsiniz. Onunla bax, əlaqəli əlinizə alaraq yola gedə bilərsiniz. Gözəl gəlir sizlər üçün. Biriləri sizdən xəbər gözləyir, mesajınızı gözləyir, addımınızı gözləyir. Ümidsiz qalmayın, hərdən ümidinizi itirirsiniz, deyirsiniz, biz əkizlər niyə əkizlərdə doğulduq ki, niyə mən əkiz bürcünəyəm, kaş əkiz bürcündən olmazdım, elə deməyin əzizim. Əkizlər pis deyirlər, safdılar, qəlbləri təmizdir. Ola bilər bəzilərinin xoşuna gəlməyə bilər, bəziləri, yəni bəziləri deyirəm, yalancıdır, belədir, elədir, hərəsi bir söz deyə bilər, yazırlar, şərh bölməsində görürəm. Amma əzizim, mən həmişə vurğulayıram, 12 bürcün 12-sində də həm yaxşısı var, həm pisi var. Əkizlər budur ki, çox da kin saxlamır. O vaxt kin eləyə bilər ki, artıq onun üzərinə gedərək, haqsızlıq yaradaraq, artıq insan da əlbəttə istər-istəməz kin yarada biləcək içində. Ona görə hər kəs, hər qarşında olan insanın xarakterini bilərək onu yola verməlisiniz. Deyir, məsəl var, biri od olanda, biri su olar əzizim. Amma bir təhlükə var ortada, o təhlükədən özünüzü gözləyin, çünki düşməniniz var, düşmən də izləyir sizi. Biraz bu həftə diqqətli olun, həm səbirli, həm diqqətli. Diqqətinizə görə var olun, sağ olun əzizlər.